Bugün ayın 19'u 12-ci ay 2025-ci il tarixdə deməli dünən üçün su idarəsi mənə müraciət edib ki, Ağdərə otelinin bir rəhbəri kimi ki, biz müqavilə bağlamalıyıq. Lakin mən onlara başı saldım ki, göstərdim hətta ki, mən bu şlanq üzərindən sizlə necə müqavilə bağlayayım? Yəni müqavilə qanun hər şeydən yüksəkdir və alidir. Hər birimiz, mən şəxsən istəyirəm hər şey qanun olsun. Bu saxta diplomların əlində qalmışam mən. Mənim üçün həmişə problem yaratdılar bunlar. Gələn qonağa da peşman edirlər. Xarici vətəndaş gəlsin bu oteldə necə qalsın? Yenə keçən dəfədəki kimi xarici vətəndaş çimir, hamamda sabunlu qalıb. Su idarəsi gəlib suyu kəsir. Belə bir absırları aradan qaldırmağa bütün xahiş edirəm aidiyyəti orqanlara. Baxın, qabağı qışa gedir. Dağ rayondur. Burada maroz olur. Bu şlanq üzərindən necə müqavilə bağlayım bunlara? Müqavilə bağlayım, mən demirəm müqavilə bağlamıram, bağlayım. Lakin belə bir xəttdən müqavilə necə bağlayaq? Müqaviləni bağlamaq üçün mənim liniyamı kəssinlər qanunu. 25-liklə çəkir, 35-liklə çəkir, normativ nədirsə onu eləsinlər. Qışda donmasın su. Gətirsin mənim kaladesi qalsın, şoç kimi qoysun, müqaviləsində yazsın, geçsin. Mən necə qol çəkib bu müqavilə? Bu necə müqavilədir? Bu nətər sudur? Hər gün bu problemi yaşayıram mən. Gəlirlər lapatka ilə bellə bunu doğrurlar. Bəhruz müəllimin işçiləri. Bunu öz başına elə yığıb başına bir arada bu problem yaşandı. Mən şikayət verdim. Biraz sakitləşdilər. Yenə başlayıblar. Bu nə bir avçılıqdır? Bu nə problemdir bizdə yaşayırıq bu? Mən sahibkaram. Qanunla, sənətlə obyekt işlədirəm. Amma suda problem yaşayıram. Cənab Prezident də müraciət edir ki, sahibkarları incitməyin. Bunlar burada reket deyirlər. Xahiş edirəm, bu arada bir tədbir görün. Mənim xəttimi çəksin, liniyamı, qanunu donmasın. Bu şlanqla yox, bu erməni şlanqıdır. İzolyasiya şlanqla suyumu çəksin versin. O su içmək, həm istifadə edirik, içirik. Bu suyu belə olmaz axı. Bu bir avçıqları aradan götürməyi bütün orqanlara xahiş edirəm. Yığıb öz başına reket deyirlər. Belə şey olmaz. Bu bir avçılıqdır. Bizim Azərbaycanımız üçün minusdur bu.